daha doğrusu. Fuat müəllim, futbolda meydançanın ölçüsü. 110 uzunluğu, 64-75 eni. Fuat müəllim, Fuat müəllim, siz Fuat dedim. Mikrofonu gec qoşdum da. Tamam. 64-75 endi, 100-110 uzunluğudur beynəlxalq yarışlarda. Bəli. Mən Ee, də bunu deməli, oxumuşdum məsələn. Bir də O təkrar birisindəsə Enin bir də deyin. eni 75, minimum 64 64, maksimum 75. Aha, yaxşı. Uzunluğu 100-110. Uzunluğu 100-110. Doğru. Acun müəllimə. Acun müəllimə. Bəli. Səsiniz gəlir indi? Hə, yaxşıdır. Mənim səsimi verdim. Basketbol idman oyununda meydan ölçüsü. 28-15. 28-15. Meydanda mərkəz dairənin radiusu, diametri. 360, radiusu 180. 360, radiusu 180. Yaxşı. Meydanda olan xətlərin qalınlığı 5 sm. 5 sm. 300 basketbolda 6.75-in xaricindən atılan uğurlu atış neçə xalla qiymətləndirilir? 2 xalla. 2 xal xaricidir, 1 xal daxili. 2 xal xaricidir, 1 xal daxili. Yaxşı. Handbol idman oyununda oyunçu neçə şifa xəbərdarlığı ala bilər? Oyunçu 1. 1 şifa xəbərdarlığı ala bilər. Badminton idman oyununda meydan ölçüsü. Ölçüsü Bəli. cütlərlə və təklərlə 13-40 hər ikisində uzunluğudur. 6-10 cütlərdə, 5-18 də təklərdə. Voleybol idman oyununda servis neçə saniyə ərzində yerinə yetirilir? 8 saniyə. Neçənci zonanın oyunçusu yerinə yetirir? 1. Birinci zonanın oyunçusu yerinə yetirir. Yaxşı. Hakimin göstərişindən əvvəl servis yerinə yetirilərsə necə davam edər? Təkrarlanır. Bəs 8 saniyədən gec yerinə yetirilərsə? 1 xal rəqibə. Top və servis 1 xal rəqibə. Aha. Bəs badminton idman oyununda servisə nə qədər vaxt verilir? Vaxt verilmir. Vaxt verilmir. Aha. Yaxşı. Siz mənə deyin. 300 basketbolda hücuma verilən vaxt Hücuma 12 saniyə. Futsal idman oyununda komanda heyəti 12 nəfər, 5 əsas, 7 ehtiyat. Futsal, 7 əsas, 7 ehtiyat. handbolda, futsal. Futsalda 5-9. 5-9. Oyuna ehtiyatsız gələ bilər. Bəli, gələ bilər. 5-dən az oyunçu ilə meydana çıxa bilər. 3 nəfər çıxa bilməz, amma oyun ərzində o 3 nəfər də oynaya bilər. Barışdırdınız. Barışdırdım. Bəli. Elçin müəllim. Bəli, müəllim. Elçin müəllim, bir dənə zəhmət olmasa kameranı bağlayaq. Elçin müəllim, siz mənə deyin, futsal idman oyununda əsas heyət az oyunçu ilə başlaya bilər oyun? Başlaya bilər. Başlaya bilər. 4 nəfərlə, 3 nəfərlə başlaya bilər? Bilər. 2 nəfərlə başlaya bilər? Hayır. Bəs oyun 3 nəfərlə başladı, 2 nəfərlə davam edə bilər? Hayır, oyun dayandırılır. Oyun dayandırılır, texniki məğlubiyyət. Acun müəllimə, futbolda qalibə məğluba verilən xal? Qalibə 3, məğluba 0, heç heçə 1. Heç heçə 1. Təşəkkürlər Acun müəllimə. Sağ olun. Futsala bir dənə yenidən Zamanınızı istəyirəm. Fatimə müəllimə iştirak eləyir dərsdə. Bəli, Fatimə müəllimə iştirak edir. Elçin müəllim, səs açın zəhmət olmazsa. Buyurun. Elçin müəllim, siz mənə deyin, basketbol idman oyununda səbətə atılan uğurlu atışlar neçə xalla qiymətləndirilir?
Cərimə atışı 1 xal, Hı -hı. 6.75-in yəni 6.75-in kənarından atılsa 3 xal, bir də 2 xallıq 6.75-in içindən atılan top. 6.75-in daxili 2 xal, xarici 3 xal, cərimə atışlarda 1 xal qiymətlə verilir. Yaxşı, siz mənə deyin. Qalibə basketbolda qalibə məğluba verilən xal. Basketbolda qalibə deyək 2 xal verilir, məğluba 1 xal. Aha. 300 basketbolda 5 saniyə qaydası. 5 saniyə 6.75 sonradan çıxmaq əgər şeydir. Topu Müdafiə komanda. keçəndən sonra Ha, müdafiə olunan komanda topu tutduqdan sonra 5 saniyə müdafiə ərzində komanda topu 5 saniyə ərzində 6.75-in xaricində Xaricində çıxır və çıxır. hücuma başlayır. Aha, doğru. Yaxşı. 300 basketbolda meydan ölçüsü. Meydançanın ölçüsü eni 11 metrdir. Eni 11-dir. Eni 11. Fatimə müəllimə. 300 basketbol. Araşdırdım mənim yadımda. Müəllim, o yeganə idman oyunudur ki, eni uzunluğundan böyükdür. Uzunluğu 11-dir, eni də 15. Aha, uzunluğu 11 metr, eni isə 15 metr. Doğru. Bildiniz Elsən müəllim. Yadınıza düşdü? Bildim. Yadıma düşdü. Elçin müəllim, siz mənə deyin. Demək, voleybol idman oyununda komanda heyəti. 6 əsas heyət. 6 əsas heyət, 8 də ehtiyat Beynəlxalq heyət. yarışlarda da 8 ehtiyat. Bəs adi yarışlarda ehtiyat nə qədər olur? Adi yarışlarda 9 ya 10'du 9'u bilmirəm. Yox da 6 əsas 6 ehtiyat. Beynəlxalq yarışlarda ehtiyat 8 ola bilər. 8, 6 oyuncu 6 ehtiyat. Ha. Yaxşı. Voleybol idman oyunu nə zaman yaranıb? Voleybol idman oyunu 1891-ci Aha. ildir. 91-də basketbol yaranıb. 92. Hə, bir dəqiqə. Mənim var idi, məndən heç nə soruşmayasın. Fatimə müəllim, siz deyin mənə, voleybol idman oyununda meydançanın ölçüsü nə qədərdir? 18-in 9-a. 18-in 9-a. Torun uzunluğu nə qədərdir? Torun uzunluğu 9-5-10 metr. 9-5-10 metr. Meydana daxil olan hissəsi. 9. Oyunçular voleybolda necə düzülür, necə hücum istiqaməti, yəni yer dəyişməsi necə olunur? Yer dəyişmə saat əqrəbi istiqamətində yer dəyişmələri, amma düzülüşü saat əqrəbi istiqamətində. Düzülüşü saat ikisinin də eyni istiqamətdədir axı. Yox, əksi, saat əqrəbi əksi yer dəyişmələri, amma düzülüşləri saat əqrəbi. Yanlış dedi. Yerlərini səhv dəyişdirdiniz. Düzülüş saat əqrəbi əksi istiqamətinə, yer dəyişməsi saat əqrəbi istiqamətinə. Hə, həmişə qarışdıram onları. Qarışdırmayın. 5-ci zonanın oyunçusu neçənci zonaya keçir? Yer dəyişmə zamanı 4-də. Yaxşı. Futbol idman oyununda oyunçu dəyişikliyi. 5 oyuncu dəyişikliyi var. 5-5-5. 3 dəfə 5-5-5. 3 dəfə 5-5-5 nədir? Yəni hər komanda üçün 5 oyuncu dəyişikliyi verilir. 3 dəfə 5 oyuncu dəyişikliyi. Bəli, Yaxşı. Futbol idman oyununda komanda heyəti nə qədərdir? 11 əsasdır, 15 də ehtiyatlı. 15 də ehtiyat. Deməli 8 nəfərlə meydana çıxa bilər komanda. 7 nəfərlə çıxa bilər. Bəs 7 nəfərlə çıxdı. 6 nəfərlə oyuna davam edə bilər? Xeyr, edə bilməz. Edə bilməz. Doğru. Handbol idman oyununda deməli
Neçə kart var? Handbol oyununda neçə kartdan istifadə olunur? 4 kart var. 4 kart var Hansılardır? mənim. Sarı, qırmızı, mavi, bir də ki, sarı, qırmızı, mavi, ay Allah, yaşıl. Sarı, qırmızı, mavi, yaşıl. Yaşıl, Sarı kart bəli. nədir? Xəbərdarlıqdır. Qırmızı kart nədir? Qırmızı kart oyundan xaricdir. Oyundan xaric edilən oyunçu yenidən oyuna daxil edilə bilər. 2 dəqiqə gözlənilir. 2 dəqiqəlik oyundan çıxardırlar. Ondan sonra yenidən oyuna gələ bilər. Qırmızı kart olan həmən oyunçu gələcək 2 dəqiqədən sonra. Yox, müəllim, onun yerinə başqası gələcək. Yox, Onun yerinə üzr istəyirəm, Aha, qarışdırdım. Qırmızı kart alan geri qayıda bilməz. bəli, geri qayıda bilməz. Onun yerinə Bəli. bəli, başqa oyunçu Bəli, meydan daxil bəli. olur. Bəs yaşıl kart nədir? Time-outdur, müəllim, yaşıl kartda T1, T2, T3. Mavi kart nədir? Mavi kartdakı protokol yazılır da Ha, onun. O da hesabat Zaten. aparılır, Bəli. protokol yazılır, doğru. Fatma müəllimə, yaxşı, siz mənə deyin, basketbol idman oyunu neçə hissə, neçə perioddan ibarətdir? 2 hissə 4 perioddan ibarətdir. Hissələr arası fasilə nə qədərdir? Periodlar arası fasilə nə qədərdir? Oyun ümumi nə qədər oynanılır? Oyun ümumi oynanılır 40 dəqiqə. Hissələr 2 hissə hər hissə 20 dəqiqə olmaqla periodlar 10 dəqiqədir. Period arası fasilə 2 dəqiqə, hissə arası fasilə 15 dəqiqədir. 3-cü, 4-cü period arası fasilə də 15 dəqiqədir. 4-cü, İkinci, üçüncüdən üçüncü, doğru, ikinci, Bəli. üçüncü 15 dəqiqə. Bəli, bəli. Siz mənə deyin, futsal idman oyununda mərkəzdən başlanılan zaman top hərəkətdə olmalıdır, hərəkətsiz. Hərəkətsiz olmalıdır mənim. Mərkəzdən başlanılan birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Qeydə alınır. Qeydə alınır. Badminton idman oyununda oyun başlayan zaman hansı istiqamətdən başlanılır? Sağdan. Sağdan. 11-ci xalda, 11-ci xalda, 11-ci xalda hansı istiqamətdən başlanılır? 11-ci xalda müəllim elə bil ki, oyunçular gedirlər time-out gedirlər, fasiləyə gedirlər. Ondan sonra oyun soldan başlayır. Soldan şaha gedir. Aha, soldan şaha gedir. Şaha gedir. Aha, şaha. Aha, doğru. Bəs yaxşı. Deməli, badminton idman oyununda oyunçular öz aralarında, məsələn, cütlərlə oyunçular öz aralarında meydanda nə zaman yerlərini dəyişir? Hər set atışında, Yox. servis atışında. Servis Elə atışında hər servisdə də yerləndə. rəqibdən də Xeyr, qazanır. xal qazanarsa Öz müəllim. servisini yoxsa rəqibin servisini? Öz servisində, Ha, öz. öz servisini qazandıqda oyunçular Bəli. yerlərini dəyişir, doğru. Yaxşı, futsal idman oyununda deməli, neçə saniyə qaydası var? 8 saniyə qaydası var. Futsal, futbolda. 12 saniyə. Nədir 12 saniyə? Ay müəllim, bunu bilmədim. 4 saniyə, 4 saniyə 4 qaydası saniyə, var. bəli, 4 saniyə Bəli. qaydası. Doğru. Təşəkkürlər Fatma müəllim. Çox sağ olun müəllim. Buyurun. Fuad müəllim, Bəli. futsalda 4 saniyə qaydası nə zaman tətbiq olunmur? Bir dənə o 6 metrlikdə, bir də Hı -hı. ki, mərkəzdən başlayanda. Bəli, mərkəzdən başlayan bir də 6 metrlik penaltı zərbəsi zamanı 4 saniyə qaydası tətbiq olunmur. 10 metrlik zərbə zamanı nə zaman təyin olunur? Metrlik. 10 metrlik tutaq ki, 6 gol limitindən sonra bütün cərmələr 10 metrlik deməli zərbələr başlayır. 6-dan sonra komandanın fazlalığı 5-dir. 6-dan Bəli. 6-dan 5-dən sonra 6-7, yəni bu şəkildə 10 metrlik zərbə təyin olunur. Bəs 5-ə qədər Bəli. hardan olur? Hələ harda cərimə hadisəsi oldu, oradan da baş verir. Aha, harda olubsa, oradan da zərbəni yerinə yetirilir. Doğru. Bəli. Futbol idman oyununda cərimə zərbəsi nə zaman təyin edilir? Cərimə zərbəsi hansısa bir qayda pozuntusu olanda
o momenti tutaq ki, əllə oyundu, nədir, məsəl üçün, Kontakt tobutluq olundu, vasitəsilə kontakt vasitəsilə, hə, o momenti cərimə zərbəsi Cərimə təyin zərbəsi. olunur. Cərimə zərbəsi ilə sərbəst zərbənin fərqi nədir? Cərimə zərbəsindən birbaşa qol vurula bilər, amma sərbəst zərbəsindən birbaşa qol vurula bilməz. Aha, doğrudur. Belə. Yaxşı, cərimə zərbəsindən sərbəst zərbədə rəqib nə qədər məsafə saxlayır? Topdan. 9.13 məsafə. 9 metrə də, yəni. 9 nöqtə nə qədər? 13. 13 yox. 9.13. 15. 15. 15. 9.15. 2 santimetr səhvlə. Aha. 9.15 metr. Doğru. Yaxşı, siz mənə deyin. Basketbol idman oyununda Basketbol Beynəlxalq Federasiyası nə zaman yaranıb? 1934-cü ildə. 34, 32. 32 ildə. Yaxşı, sizə üzr istəyirəm. Demək, Fuad müəllim, davam edək sual-cavaba. Bəli. Deməli, Bəli. 300 basketbolda Azərbaycanın ən uğurlu cəhdi. 4-cü İslam Olimpiya oyunlarında həm qadınlar, həm kişilər qızıl medal qazandılar. İslam yox, İslam İslam- olimpiya İslam- yox, İslam həmrəlik. İslam həmrəliyi, hə. Həm qadınlar, həm də kişilər İslam qızıl həmrəlik. medal qazanıb. Aha, Doğru. aha. Eee, Bəli. 300 basketbol üzrə Paris Olimpiya oyunlarında Azərbaycan yığma komandası iştirak edib, qadınlarda yığma komandası. Parisdə bizimkilər iştirak ediblər də. Ediblər, bəli, İştirak özləri. ediblər. Bu ilin MIQ sualı olub, müəllimdən işə qəbul imtahanı sualı olub. Hansı idman oyunu üzrə Azərbaycan idman oyunları, hansı idman oyunlarından Azərbaycan komanda yönləndirib Paris Paris Olimpiya oyunlarına? Bu da doğru cavab 300 basketbol. O da 2024-də Polşa ilə Amerika oynayaraq. Birləşmiş Ştatlarının udublar. Bəli. Amerika Birləşmiş Ştatlarının komandasını udublar. Söz basketbolda. Paris Olimpiya oyunlarında. Bəli. Ola bilər. Paris Olimpiya oyunlarına vəsiqə qazanmaqda Polşanı qalib gələrək vəsiqəsini qazanmışdı. 2024-də Polşa ilə oynayıb, final görüşündə Polşanı qalib gəlib vəsiqə qazanmışdı Olimpiya oyunlarını. Fuad müəllim, siz mənə deyin, voleybol idman oyununda blok qurmanın neçə növü var? Blok qurma var tək və qrup şəklində. Neçə cür dedikdə? Necə? O neçə cür dedikdə 2 cürdür. Fərdi və qrupla. Neçə növ var? Fərdi və qrup. O Neçə növü? Neçə növ var? Neçə növü? O belə xatırlamadım. Belə istiqamət versəniz yadıma düşəcəkdir. Biri bloka təşəbbüs, birini mən dedim. Hə, bir də cəhd, bir də ki, birbaşa blokun özü də. Birbaşa blokun özü. Qafar müəllim, sizə Qafar müəllim desin. Deməli, bloka təşəbbüs, bloka qrupalı deməli blok qurma. Tamam, yox, kollektiv, ona qrupla yox. Kollektiv blok. Bir də tamamlanmış blok. Bir də tamamlanmış blok, doğru. Tamamlanmış blok. Baxın, Fuad müəllim, bloka təşəbbüs, tamamlanmış blok, bir də kollektiv blok. Yaxşı. Doğru dediniz, Qafar müəllim. Bir dənə Ercəmən, bir də voleybolla əla. Bu günləri yarışdı, elə bir ki, mən bir hakimlik edirdim. Biz də dedik, fit salmamış. bu hadisə oldu, buna verdim. İkinci dəfə eyni şey elədi. Orada o birisi müəllimlər də, orada federasiyaçılar da var, dedilər ki, ikincidə artıq, birincidə xəbərdarlıq olunubsa, ikincidə artıq xal verilir o qız komandaya. Yəni, bu doğrudur, yoxsa nətər? Birincidə edilibsə, ikincidə avtomatik olaraq keçir. Artıq xal verildi ona. Yəni, belə qərar verildi orada. O saniyə qaydasını gecikəndə, saniyə qaydası keçəndə avtomatik yox, saniyə deyil. Bildim. Zərbə fitsiz. Bu da doğru fikirdir. Bəli, doğru fikirdir ki, yəni bir də yəni doğrudur. Bəli.
Bir də ki biz dedik ki, xətti keçmək olar səbətin altından. Yəni ayağın keçə bilər də o tərəfə. Amma sətə nə deyim, tora dəymək olmaz da. Ora dəymək Bu gün də olmaz. məsəl üçün Xətti amma keçdi ayaq. daban tam Aha, keçibsə, aha. avtomatik rəqibə top keçir. Hə. Dabana qədər məsələn Ay, pəncə sağ ol, keçibsə, pəncə Hə, keçibsə, hə. olar. Tamam, Amma tamam. daban da tam keçibsə, artıq avtomatik top dayanır, keçir rəqibə. Bəli, bəli. Hı, O bu oldu. şəkildə. Bu gündən mən səhv elə bir qərar verdim, amma düzəltdilər. Aha, daban təmiz artıq keçibsə, daban artıq keçibsə, Bəli, onda avtomatik bəli, top bəli. keçir rəqib tərəfə. Amma daban yox, pəncə keçibsə, ayağın yarısına İdamcı, qədər hə. keçibsə, oyun davam edir. Sən bildik də hocam. Aha, Görsən, aydındır. bu praktikada onu işləyirik ona görə. Aha, çox gözəl, əla. Hı, Deməli, Fuad müəllim, Bəli. yaxşı, keçək voleyboldan handbola keçək biraz handbol. Handbol idman oyununda Keçmək var, həm də var. keçməyək. Handbol idman oyununda meydan ölçüsü keçək. 40-20 40-20. Oyun bildiyimiz neçə dəqiqədən ibarətdir? 30 dəqiqə, hər hissə 30 dəqiqə, arasında 10 dəqiqə dincə Ha, period. 10 dəqiqə istirahət fasiləsi. Bəs beynəlxalq yarışlarda hissələr arası fasilə nə qədər olur? 15 dəqiqə. 15 dəqiqə. Oyun başlayan zaman necə başlanılır? Püşkatmadır. Top kimdə olacaqsa oyunçu ortada, yəni o dairənin içində ayağı bu ortadakı dairəyə dayanır, dirənir. Bir ayağın O birisi xəttin ayağı üzərində. o birisi ayaqsa sağ-sol ola bilər. Oradan da artıq oyunçular da hərəsi 3 metrə məsafədə, yəni Rəqib gözləməkdə ola bilər. rəqib Hərəsi oyunçular 3 sahəsində. metr məsafə Bəli. saxlayır, oyunçular da öz meydanlarında olur. Doğru. Bəli. Yaxşı. Sonra futbol idman oyununda qapının ölçüsü nə qədərdir? 7 metrə uzunluğudur. 2 neçə o yadımdan çıxdı. Qafar müəllim. Dəqiq yadımdan çıxdı. Qapının ölçüsü futbolda. Deməli 7 metr 32 santı uzunluğudur, Aha, 2 metr aha. 44 santı da hündürlüyüdür. Tamam, yadımdan çıxdı. Doğru. Yadımdan çıxdı. Aha. Fuad müəllim, yaxşı. Meydanda olan bütün xətlərin qalınlığı nə qədərdir? 12 santı. 12 sm. Meydan ölçüsü dedik nə qədərdir beynəlxalq yarışlarda? 64 metr, 75 metr eni, Aha. yəni arasında 100-110-dakı uzunluğu. Aha, doğru. Yaxşı. Olimpiya oyunlarına nə zaman qatılıb futbol? Futbol, oyunlarına 1992-də idi hesab etmirəmsə. Futbol olimpiya oyunlarına nə zaman iştirak edib? Fuad müəllim. 90-cı illərdə idi. 2 dərsi qoşulmusunuz, hər şeyi unutmusunuz. Yox, elə yaddaşdı zəifdir. Qafar müəllim. Bayaqdan kitab əlimdən düşmür. Kitab da gəlir, kitab əlimdən düşür. 1908-ci ildə Olimpiya oyunları. Bəli, kişilər iştirak edib, bəs Hə. qadınlar? 1996-cı ildə. Aha. Yox, Fuad müəllim, sizin potensialınız Hə. yaxşıdır. Siz 2 dərsdə Hə. Fuad müəllimə baxın bir dəqiqə. 2 dərsdə demək qoşulmamışsınız. 2-6-cı gün iştirak etməmişəm. Bəli. Onun sayəsində bilmirsiniz. Nəticəsi. Bəli, Bəli. bunun nəticəsidir. Keçən dəfə siz də danlansaydınız, bəlkə də daha yaxşı bilərdiniz. Yaxşı, Fuad müəllim. Biz keçək hara keçək? Futboldan, orada kartlar futbolda. Basketbola. Yox, basketbolu bilirsiniz. Sarı, qırmızı. Sarı, qırmızı futbolda. Sarı nədir, qırmızı nədir? Sarı xəbərdarlıqdır. 2 sarıdan sonra bir qırmızı verilir. Oyundan xaric olunur. Oyunda komanda maksimum neçə qırmızı verə qala bilər? Bir komanda. Bir komanda, deməli 5 dənə qırmızıda 7 nəfər oyunçu qala bilər. Doğru. Yaxşı. Aşağı. Futbol idman oyununda mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Bəli, qeydə alınır. Qeydə alınır. Futsal idman oyununda, futsalı vermişdim sizə sual. Badminton idman oyununda, deməli, 13-cü halda hansı istiqamətdən servis yerinə yetirilir?
sol tərəfdən Şaquli. Neçə növdə oynanılır? Neçə növdə? Ha, Deməli, kişilər 1, qadınlar 1, cüt 1. təklər, Kateqoriya cütlər, yoxsa növdür? ha, kateqoriyası təklər, tək qadınlar, tək Hə, kişilər. tək kişilər və cütlər. Bu Yox, növlərdir. növlərin deyin Amma soru bu- kateqoriyası. Xəyal müəllim yerdən Necə? danışmayın. Birinci növün Necə? deyin soru kateqoriyasını deyərsiniz. Deməli, birinci növdür tək kişilər, tək qadınlar və cüt. Bu Qarışır. növdür də. Növləri Yox. təklər, cütlər qarışıq. Aynen, hə, təklər, cütlər qarışıq. Hə. İndi Təklər, cütlər kateqoriyası. qarışıq. Hə, hə. Kateqoriyasını deyin. İndi tək kişi, Aha. tək qadın, Aha. cüt qadın, cüt kişilər və qarışıq kişi qadınlar. Aha. Doğru. Hı. Bu da kateqoriyası. Doğru. Təşəkkürlər Hı. Fatma müəllim. Allah razı olsun. Cümləmizdən. Qafar müəllim. Bəli. Qafar müəllim, siz mənə deyin, basketbol idman oyununda komandanın faal limiti neçədir, oyunçunun faal limiti neçədir? Oyunçunun faal limiti 5'dir, komandanın faal limiti 4'dür. Oyunçu 5-ci nə etdikdə nə olur, komanda 5-ci nə etdikdə nə olur? Deməli, komanda 5-ci etdikdə komanda rəqibə cərimə atışı verilir. Amma oyunçu 5 dənə eləsə oyundan kənarlaşdırılır. Bəs yaxşı, komanda 5-ci nə etdi, neçə cərimə atışı veriləcək? Bir cərimə atışı veriləcək. 1, Yox, üzr istəyirəm, 2 cərimə. 2 cərimə atışı. 6.75-in xaricində basket faal olarsa, Deməli, basketbol olarsa, top səbətə düşərsə 3 xal, cərimə 1 xal. Top səbətə düşməzsə, deməli 3 cərimə atışı 3 verilir. cərimə atışı. Doğru. Qafar müəllim, yaxşı. Siz mənə deyin, deməli, basketbolda komandanın faal limiti perioddan perioda keçdikcə sıfırlanır? Komandanın perioddan perioda keçəndə faal limiti sıfırlanır. Oyunçunun isə faal limiti sıfırlanmır. Yəni oyunun axırına qədər gedir. Sıfırlanmır, doğru. 3-3 basketbolda komanda heyəti nə qədərdir? 4 nəfərdir. 3 əsas, 1 İhtiyar. ehtiyat. Oyunçu dəyişikliyinə Limit yoxdur, məhdudiyyətsizdir. məhdudiyyət yoxdur. Oyunçu dəyişikliklər edilən zaman hakimə deyilir, deyilmir? Deyilmir. Oyunçular öz aralarında Yerinə həll yetirilir. edirlər. Doğru. Time-out bəs? Time-out deməli basketbolda bir time-out verilir. 3-3 basketbolda bir time-out verilir komandaya. Doğru. Vaxtı? Eşidənmədimi? Vaxtı nə qədərdir time-outun? Time-out'u 30 saniyədir. 30 saniyə. Əsas hissədə götürülməyən time-out overtime-da götürmək olar? Overtime-a keçir, bəli. Keçir. Keçir, Doğru. vaxtı Götürməyən keçir. keçir. Voleybol idman oyununda minimum neçə, maksimum neçə set oynanılır? Minimum 3 set, maksimum 5 set oynanılır. Hı. Yəni o 4-ü 25-dən, 5-ci 15-dən oynanır. Bəli. Neçə setin qalibi qalib hesab olunur? 3 setin qalibi hesab Əgər o olunur. 3 set oynanılarsa neçə dəfə püşatma atılır? Deməli bir dəfə püşkatma. Əgər oyun 5 set oynanılarsa neçə dəfə püşatma atılır? Deməli 5 set keçiriləcəksə orada 3 dəfə səhv eləmirəmsə. 3 dəfə. Hansılarda o Desən 3 dəfəni say? Deməli voleybolda 2 dəfə püşk atılır. Bir oyunun əvvəlində atılır. Mhm. Bir də 5-ci setdə o 7-ci, 8-ci xalda da yerlər dəyişilir. Aha, 5-ci setin başlanğıcında bir də 8-ci xalda setdə Bəli. yer komandalar yerlərini dəyişir. Doğru deyirsiniz. 2 dəfə. Bəli. Oyun necə başlanılır? Oyun deməli püşkün qalibi voleybolda oyunu başlayır.
Yəni Gün qalibi oyunu başlayır. Necə başlayır oyunu? topu servisdən oyuna daxil edir. Servisdən oyuna daxil 8, edilir. Yandan 8 azad saniyə zona. ərzində Aha, yandan azad zonuna yandan qədərdir. azad zona 5 metrə, arxadan azad zona 6 metr yarım. Aha, 6 metrə yarım. Handbol idman oyununda bir dəqiqə, handbol idman oyununda oyun necə başlanılır? Handbol idman oyununda da püşkətmə vasitəsi ilə başlanılır. Deməli, oyun mərkəzdən başlanılır. O cümlədən də ayaq xəttinin üzərində olmalıdır. Digər, Aha, deməli, hər iki komanda da öz yerində olmalıdır. aha, Hakimin fiti ilə 3 saniyə ərzində oyuna başlanmalıdır. aha. 3 saniyə qaydası nə zaman tətbiq olunur başqa? Bir də top halda 3 saniyə 3 addım topu tutduqdan sonra. Başqa nə zaman? 3 halda Bir də 3 saniyə qaydası tətbiq olunur. Mərkəz, bəli. top əldə 3 saniyə, bir də Deməli, zərbənin yerinə yetirilməsi zamanı hansı zərbənin? 7 metrlik zərbə. Doğru, 7 metrlik zərbə zamanı. Handbol sözünün mənası nədir? Əl topu deməkdir. Əl topu, əl, bolda top deməkdir. Bəs nə zaman yaranıb, harda yaranıb, kim tərəfindən yaranıb? Handbol 1898-ci İldə. ildə Aha. deməli Danimarkalı Holger Nilsson tərəfindən Holger yaranıb. Nilsson tərəfindən. Doğru. Handbol üzrə beynəlxalq federasiya nə zaman yaranıb? 1946-cı ildə. Doğru. Yaxşı. Siz mənə deyin, handbol ilk dəfə Olimpiya oyunlarında nə zaman iştirak edib? İlk dəfə 1972-ci ildə. 72-ci ildə yox. Ondan qabaq. Yox, 36-cı ildə, 36-cı ildə. Neçə nəfərə? Birinci 11 nəfərin 11 nəfərə olan 11-in 11-ə ilk dəfə Olimpiya oyunlarında kişilər arasında 1936-da daxil edilib və iştirak edilib. Doğru. Yaxşı, Qafar müəllim, futbol idman oyunu federasiyası FIFA nə zaman yaranıb? Futbol 1904-cü ildə. 1904-cü ildə. Bəs yaxşı, Azərbaycanda federasiyasının prezidenti kimdir? Futbolun Bəli. Şahin Bağırovdur. Şahin Bağırov voleybol. Şahin Bağırov voleybol. Nəsə onu unuttum. Elə bir dəqiqə belə bir misal var. Dilimin ucundaydı, qaçdı, getdiyində həmin məsələ oldu. Sevinç müəllimə, Sevinç Tağıyeva. Yox, Qafar müəllim. Elə axşam istəyirəm. Hər vaxtınız xeyir. Futbol Azərbaycanda federasiya prezidenti. Rövşən Nəcəf. Bəli. Hə, Növşət, düzdür. Deyirəm ki, Olsun, eybi yoxdur Qafar müəllim. Qafar müəllim, futbolda time-out'a neçə vaxt, nə qədər vaxt verilir time-out'a? futbolda time-out olmur, ara fasilə olur da. Gözəl. Neçə hissədən və neçə dəqiqədən ibarətdir? Futbol 2 hissədən, yəni hər hissə 45 dəqiqə olmaqla fasilədə 15 dəqiqə. Əgər beynəlxalq oyunlar var ki, orada mütləq qalib müəyyənləşməlidir. 2 dənə 15 əlavə oynanılır. Əgər orada da qalib müəyyənləşməsə, sonra yenə də püşkətmə vasitəsi ilə 11 metrlik zərbə verilir. O cümlədən də futbolda da 4 dəfə püşkətmə olur. Maksimum 4 dəfə püşkətmə keçirilir. Doğru. Sayın nə zamanlar keçirilir? Deməli, bir oyunun əvvəlində deməli, bir də elə bil ki, o növbəti oyunun, yəni 2 dənə 15 dəqiqəlik keçəndə onda bir də qapının təyin olunmasında, bir də topa kim birinci zərbə vuracaq. O nə zaman qapının təyin olunması, ilk zərbə hansı zaman o yerinə yetirilir ki? Hansı halda olur? Qapı seçimi. Qapı seçimi və ilk zərbə hansı zamanda dediniz? O deməli, o penaltilər vaxtı. Vurğulayın. Penaltilər zamanında, bəli. Yenə penaltilər girəndə
Oyun penaltılara 2 dəfə püş atma, doğru. Yaxşı. Oyun mərkəzdən nə zaman başlanılır? Mərkəzdən başlanılır hər hissənin əvvəlində. Hı. Bir də qol olarsa, qol olan komanda mərkəzdən başlayır. Qol buraxan komanda yoxsa qol vuran? Bəli, bəli. Qol buraxan komanda mərkəzdən başlayır. Doğru. Siz mənə deyin. Dünya çempionatında neçə komanda iştirak edir? Avropa çempionatında neçə komanda iştirak edir? Deməli, dünya çempionatında 48 komanda, Avropa komanda Çempionatında neçə? klubunda 20 çempionatda 24 komanda. 24, doğru. Yaxşı, əla. Siz mənə deyin. Futsal idman oyununda bir dəqiqə. Meydan ölçüsü nə qədərdir? Deməli, minimum uzunluğu 38, 42 uzunluğu 20-25-də eni. Yəni 20-25 deyil. Futsal idman oyununda mübahisəli top zamanı neçə metr məsafə saxlanılır topdan? 2 metr məsafə saxlanılır. Bəs mərkəzdən başlayan zaman Deməli, mərkəzdən başlayan zaman 3 metrə, bəs başqa cərmə vaxtları da 5 metrə. qalan bütün hallarda da 5 metrə məsafə 5 saxlanılır. metr. Top son olaraq A komandasının oyunçusuna dəyib yandan çıxarsa, oyunçularına və yaxud da qapıçısına dəyib yandan çıxarsa, oyun necə davam edəcək? Deməli, mən bir də cümləni başa düşüm. Yəni Son olaraq top A komandasının oyunçularına dəyib yandan hava ilə yerlə çıxdı. onda kücdən zərbə vurulur. Əks halda elə bil ki, Yandan. komandası əgər belə deyək də hücuma keçən komandadan dəyib çıxıbsa, qapıdan başlanılır. Yerli komandanın oyunçusu da müdafiə olunan komandaya dəyibsə, onda kücdən zərbə başlanılacaq. Yandan çıxıbsa, yandan çıxır. Bu indi siz mənə Cümləmi anlata bildim mən. siz qapıdan çıxıbsa, qapı xəttindən çıxıbsa düz, doğru. Bəs yandan qapıdan çıxırsa, dediyiniz hal, yəni müdafiə olunan komandanın Yandan çıxırsa out. Bəli, yandan da çıxırsa out. doğru. Yandan başlayan zaman rəqib nə qədər məsafə saxlayır futsal idman oyununda? 2 metr deməli yandan çıxanda 4 metr mübahisəli topda cərimə sərbəst zərbələr zamanı 9 metr 15 sm məsafə. Bu futbolda. Bəs futsalda yandan çıxan zaman yandan nə qədər məsafədir? Futsalda yandan 2 metrədir. Futsalda 2 metrə, cərimələrdə 5 metrə, yəni mərkəzdən də 3 metrə. Yox, futsalda yandan da 5-dir. Qarışdırmayaq. Qafar müəllim, futboldadır yandan 2. Amma futsalda 5 metrdir. Futbol. Yandan topdan məsafə Bildim, saxlanmaq 5 metr. Doğru. Yaxşı. Futsalda yandan birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Alınmır. Yəni bəs oyun necə davam edəcək? oyun qapıdan başlanılacaq. Qapıçı zərbəsi. Qapıçı zərbəsi. Qapıdan zərbə, futsalda qapıdan rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Qeydə alınmır. Ona görə ki, qapıdan başlayanda əllə başlayırlar. Doğru. Bəs Futboldan fərqli olaraq. badminton idman oyununda neçə kart var? Badminton idman oyununda 3 kart var. Hansılardır? Sarı, qırmızı, qara. Sarı, qırmızı kart kimdə olur? Qara kart kimdə olur? Deməli, qara kart baş hakimdə olur. Aha. Sarı, qırmızı kartda elə oyunu idarə edən hakimdə olur. Bir də zəhmət olması deyin. Fikrim burada deyil idi. Bir də zəhmət olması deyin. Qara kart baş hakimdə olur. Aha, doğru. Sarı, qırmızı kart da oyunu idarə edən hakimdə olur da. Yəni o istənilən vaxtı. Doğru, fişka hakimində. Yaxşı. Siz mənə deyin. Qara kart nədir? Sarı kart nədir? Qırmızı kart nədir? Deməli, sarı
xəbərdar edici, Aha, qırmızı. Qırmızı kart da badmintonda xəbərdar edici, yəni oyundan kənarlaşdırılır da. Yox, qırmızı kart. Yo. Servis keçir rəqib komandaya. Yəni Bir faul keçir rəqib komandaya, doğru. bəli. Bəs Amma qara kart belədir ki, qara kart diskvalifikasiyada oyundan kənarlaşdırılır bir neçə müddətə. cüt oyunçulardır məsəl üçün. İki cüt kişi oynayır. Biri qara kart aldı, oyundan kənarlaşdı. Və yaxud da biri zədələndi, O oyun yerinə davam- oyunçu gəlmir. Yəni qara kart alınsa oyun Bəs- avtomatik dayandırılır. Aha, avtomatik texniki məğlubiyyətə gedir. Təşəkkürlər Qafar müəllim, gözəl. Çox sağ ol. Buyurun. Sevinç müəllim, Sevinç Tağıyev. Buradadır. Çıxdı, yoxsa mənə gözümə elə gəldi. Sevinç müəllim. Qafarova Sevinç deyirəm də çıxdı, onu da gələndə soruşuram. Sevinç müəllim. Bəli, mən. Ha, burası. Deməli, Sevinç müəllimə, basketbol idman oyununda hər komandaya neçə taymat verilir? 5 taymat verilir. 5 taymat. Bəli, 2 birinci hissəyə, 3 ikinci hissəyə. Birinci hissədə götürülməyən taymat ikinci hissəyə keçir. Xeyr, Bəs taymatın vaxtı nə qədərdir? 1 dəqiqə. Birinci periodda götürülməyən taymat ikinci perioda keçir. Bəli, Bəs ikinci hissədə bitməsinə 2 dəqiqə qalarsa, 3 taymatın 3-də durursa, biri silinir. oyun bitdi. Bərabər qaldı oyun. Necə davam edəcək? 2x5 oynanılır. 3x5 2x10. 2x10 20 dəqiqə oyun oynanacaq əlavə. 2 də Mən var 1x5 orada, 5 də var orada. Orada amma 1x5 oynanır. Yəni 1-5 dəqiqəlik oyun oynanır. Necə? Nə tərdir? Orada necədir? 2 dəqiqə fasilə 5 dəqiqə oyun. Bəli, demək 2 istəyirsiniz dəqiqə siz. fasilə, 5 dəqiqə Ha. oyun oynanılır. Bəli, müəllim. Bəli, onu demək istədiniz, bildim. 2 dəqiqə fasilə 5 dəqiqə oyun oynanılır. Bəs o əlavə hissəyə keçən zaman əsas hissədə götürmədiyimiz taymat əlavə hissəyə keçir. Xeyr, keçmir. Bəs əlavə hissə Orada bir üçün taymat, bir taymat bir verilir. taymat verilir. Yenə bu əlavə hissədə oyun bərabər qaldı. O necə davam edəcək? Penaltilərə elə bil ki, Penaltı var burada. elə gedirdim. Bir atış verilir də müəllim. Bu sizə qayda. Yenə də 1x5 oynanılır müəllim. Yenə də- Yenə də 1x5 Bəli, 2 oynanılır. dəqiqə fasilədən sonra yenə də 5 dəqiqəlik Bəli, oyun oynanılır. Bəli, yenə oynanılır. bərabərlik qaldı. Yenə də o bilmirəm müəllim. Bu yerdə çaşdım. Təranə müəllimə. Təranə müəllimə. Üzr istəyirəm, Təranə müəllimə. Üzr istəyirəm, Təranə müəllimə. Təranə müəllimə də var, Təranə müəllimə də ona görə. 1x5, yəni bu proses qalib müəyyən olunana qədər davam edir. Bəli, bu proses qalib müəyyən olunana qədər davam edir. Bildiniz Sevinç müəllimə? Bəli müəllim. Yaxşı, Sevinç müəllimə. 3-cü basketbolda oyun neçə dəqiqədən ibarətdir? 10 dəqiqə, bir period 10 10 dəqiqədən. dəqiqə. Və yaxud da neçə xala qədər oynanılır? 21 xala qədər oynanılır. 21 xala qədər oynanılır, doğru. Oyun 10 dəqiqə bitdi. Hesab bərabər bitib. Oyun necə davam edəcək? Bərabər bitirsə müəllim ilk 2 xalı qazanan qalib olur. İlk 2 xalı qazanan qalib hesab olunur. Əsas hissə müddətində maksimum neçə xal toplaya bilər komanda? Maksimum 2 xal, 22 xal. 22 xal toplana bilər. Əlavə hissədə maksimum neçə xal toplanır? 23 xal toplana bilər. Komandanın faal limiti dolub və 6.75-in xaricində basket faal olarsa.
limiti dolub olarsa 2 cərimə atışı verilir. Onunla da bitəcək. Basketbol. Həm də 2 xal qazanılır. 2 Aha. xal üstəgəl 2 cərimə Bir atışı. cərimə atışı. Bəs komandanın faul limiti dolub. Mən topu atdığım an mənə qarşı qayda pozuntusu olur, top səbətdən keçmir. Onda sadəcə 2 cərimə atışı. Sadəcə 2 cərimə atışı. Bəs yaxşı, komandanın faul limiti dolmayıb. 6.75-in xaricində basket faul olarsa. 65 2 cərimə atışı verilir. 1 cərimə atışı verilir. 1 cərimə atışı verilir. 2 Peki. xalda Əlavə. 2 xal plus 1 Bəli. cərimə atışı. 1 Doğru. cərimə atışı verilir. Bəs 6.75-in xaricində basket faul olur, üzr istəyirəm. 6.75-in xaricində basket faul olur, komandanın faul limiti dolmayıb. Dolmayıbsa 2 xal 2 cərimə atışı. Dolanda da 2 cərimə atışı, 2 xal, dolmayanda da. Dolmayanda 2 cərimə atışı. Onu dedim də müəllim bayaq. O sualı verdiniz. Dolmayan 2 cərimə atışı atıram. Baxın, basket faul, yəni komandanın faul limiti Top- dolmayıb və basket faul. Basket faul nədir? Topu atdığım an mənə qayda pozuntusu olur, top səbətdən Amma- keçir. 2 xal 1 cərimə atışı. 2 xal 1 cərimə atışı. Dolmayanda. Dolmayanda Dolanda 2 xal 2 cərimə atışı. Doğru. Bəs yaxşı. Səbətdən keçməzsə atdığım an mənə qayda pozuntusu olur, səbətdən keçmir. Mənə qarşı nə dolubdursa müəllim, yoxsa? Dolub da dolmayıb da deyil. 6.75-in daxilində Xaricində. 1 xaricdə 2 xal Keçməyibsə. Baxın. keçməyibsə Keçibsə də doğru dediniz. Keçməyibsə, baxın, faul limiti dolmayıb. Faul limiti dolmayıb. Və yaxud da dolub. İkisini də deyin. 6.75-in xaricində topu atdığım an mənə qarşı qayda pozuntusu oldu, top səbətdən keçmədi. dolmayıbdursa müəllim 1 cərimə atışı olur, 2 xal olur. Dolmayıbsa top səbətdən keçmir. Niyə 2 xal verilsin? Top səbətdən keçmədi deyirəm. Top səbətdən keçməyibsə 2 xal verilmir. 1 cərimə atışı olur. Top səbətdən keçmədiyinə görə mənə niyə xal verilsin? Xal verilmir də müəllim. Deyin, də bəs deyirsiz 2 xal verilir. Plusu 1 cərimə atışı. Yox. Xal verilmir. Səbətə düşmürsə xal verilmir ay müəllim. Bəs özünüz Verirlər mi dediniz ki? və mən də onu deyirəm ki, niyə verilsin ki? Özünüz dediniz ki, verilir. Nə dolmayıbdursa müəllim 1 cərimə atışı olur. Dolubdursa 2 cərimə atışı olur. Bu 6.75-in daxilində olandır. Dolmayıbsa 1 cərimə atışı, dolubsa da 2 cərimə atışı. 6.75-in xaricindən söhbət gedir. Mənim 3x3 basketboldan deyim danışırdıq. Bəli, 3 basketboldan. Bilirəm, beyniniz bu dəqiqə qarışdı. Deyim müəllim. Buyur. 3x3 basketbolda müəllim 2 1 xallar olur da. 2 ilə 1 65-in xaricində 2, daxilində 1. Bəli. Bunlar olursa, əgər xaricində 6.75 metrlik mən cərimə mənə qarşı nə olunubsa, Tələsməyin, həyəcanlanmayın. Rahat fikrinizi izah edin. Tələsməyə çalışmayın, tez cavab verməyə çalışmayın. Rahat fikrinizi izah edin. ay mən uşaq durub da ağlayır, ona da fikrim gedir. Ona görə də narahat. Saxlayaq, keçək digər müəllimə və yenidən qayıdaraq. Çox üzr istəyirəm. Narahat olmayın. Allah saxlasın. Sevinç müəllimə, Tağıyev Sevinç. Bəli. Aha. Siz mənə deyin, basketbol idman oyununda hücuma verilən vaxt 3. hücuma verilən vaxt 3 saniyədir. Sevinç müəllimə. Sevinç müəllimənin setində problem var. Böyük basketbolda müəllim 24 saniyə. Hücuma verilən vaxt 24 saniyə. Setdə elə bir problem var sizdə.
Bəli, bayaqdan gedir, gəlir. 5 saniyə qaydasını deyin. Beş saniyə qaydası. Topu Rana müəllimə 5 saniyə qaydasını deyin. 5.80-lik cərimə atışında top yandan başlayanda bir də rəqib meydanda baskı altında qalarsa. 5 saniyə top əldə saxlaya bilərsən. Bildiniz Sevinç müəllimə? bəli, bəli. Bəs niyə bilmirdiniz? Sevinç müəllimə 8 saniyə qaydasını deyin mənə. Sekiz saniyə. Çox zəif. Zonadan cərimə atışı mənim 3 saniyə. Yanlış deyirsiniz. 3 saniyədən tutmuşsunuz elə. Hə, 3 saniyədir. Basketbolda komanda heyəti. 5. Ümumilikdə 10 nəfər olur. 10 nəfər. Bir komanda 5 nəfərdir mənim. Əsası yoxsa ehtiyatı? Ehtiyat 7. Deyin də. Əsas 5. Deyin də bunu. 5 əsas, 7 ehtiyat. Ehtiyatsız gələ bilər oyuna. Bəli, gələ bilər. Ehtiyatsız gələ bilər. 5-dən az oyunçu ilə oyunu başlaya bilər. 3 nəfərlə. Hansı qaydalar 2 əsas? nəfər. Oyun başlayan zaman 5 nəfərdən az oyunçu ilə başlaya bilər. 5 nəfərlə oynanır. Oyun zamanı 2 nəfərdən az olar. Oyunçu ilə oynamaq olar. Bəli, 5 nəfərlə mütləq o 5 nəfər olmalıdır ki, oyun başlasın. Oyun başladıqdan Yəni, sonra 2-dən az oyun oyunçu zamanı- varsa doğru. Yəni oyun texniki məğlubiyyətə gələr. Basketbolda hakim heyətim. Neçə nəfərdir? 5. Basketbolda. 2 4. 2 masa, 2 heyət. Bu dərs təkrarlamamısınız siz? Mən xeyr. Niyə? Biz başım qarışıq idi deyə xeyir iş var idi ona görə. Tək Bizdə xeyir rəislər işi eyni. olsun olmalı, amma o demək deyil ki, dərslər yaddan çıxsın. Şahin müəllim, kameranı bağlayın. Ha, Sevinç müəllimə, yaxşı. Qayıtmışam. Ha, yox, Qayıtmışam mən. lap gözəl. Həmişə toyda olasınız, həmişə xeyir işlərdə, məclislərdə. Kameranı bağlayın. Yox, ümumiyyətlə ekran kaydı gedir deyə deyirəm. Sevinç müəllimə, 7 nəfər. Bəli. badminton idman oyununda meydan ölçüsü. Mən hazır deyiləm bu gün. Keçən 2 dərsə qoşulmursunuz. Daha elə olacaq da, yoxsa bir dərsdir? Bir dərs müəllim, bir dənə xeyir iş var idi deyə ona görə. Lap gözəl, həmişə xeyir işlər. Bir dərsin hamısını unutmaq olar. Və bil getdiniz xeyir işə elə hər şey qoydunuz orada, qayıtdınız gəliniz. Təkrarlayın dərsləri, belə olmaz. Çox zəif. Mən bilmirəm, mən sadəcə biraz qarışdıracağam ona görə. Təkrarlayın dərsi, Onun təkrarlayın. 14-ə idi, 5-in 18-ə. Nəsə bilirəm, prosta bilirəm ki, qarışdıracağam. Təkrarlayın. Bəs bu gün niyə bu gün təkrarlamamısınız? Yaxşı. Qarışdıracağınızı bilirdiniz. Xeyir işdə oldu, getdi. Niyə təkrarlamamısınız? Bugün mənim iclas saatı olmuşuq deyə ona görə. Dünən bəs. Dünən təkrarlaydınız. Dərsi oxuyanda hər gün dərsi oxuyun. Hər gün dərsə vaxt ayırın. Yox, bu gün dərsə girəcəm deyə bu gün elə eminli dərs oxuyum. Yox, elə bir şey yoxdur. Hər gün dərsi təkrarlayın. Oldu mən. Oldu. Şahin müəllim, Səmədovun səs açaq. Səsi, kameran yox. Bir dəqiqə üzr istəyirəm. Başınız var olsun. Deməli, Şahin müəllim, siz mənə deyin, basketbol idman oyununda oyunçu neçə texniki faal olarsa oyundan kənarlaşdırılar. 2 texniki faal olarsa oyundan kənarlaşdırılır. Hər texniki faala görə neçə cərimə atışı atılır? Bir cərimə atışı.
Bir cərimə atışı atılır. Cərimə atışına verilən uğurlu atış neçə xalla qiymətləndirilir? Bir xalla. Bir xalla qiymətləndirilir. Texniki faulda cərimə atışından sonra top kimdə qalır? Atanda. Yox. Texniki faulda ya şeydə Texniki faulda söhbət gedir. texniki faulda müdafiəçiyə Yox. rəqibə. Rəqib deməyək. Kim atıbsa onun elə bil ki Yox. o biri adam atıb. Turanə müəllimə. Fauldan əvvəl top kimdə olurmuşsa, onda qalır müəllim. Bəli, son olaraq top fauldan əvvəl son olaraq top kimdə idisə, Fauldan kimdə idisə onda qalmalıdır. aha, Şahin müəllim unutmayaq bunu. Biraz Yox, qarışdırmışam. Şahin müəllim, diskvalifikasiyada oyunçu neçə diskvalifikasiya edərsə oyundan kənarlaşar. Diskvalifikasiya olandan kimi elə sırazı. Aha, oyundan həmən an oyundan kənarlaşdırılır. Kənarlaşdırılır. Hər diskvalifikasiyaya görə, yəni diskvalifikasiyaya görə neçə cərimə atışı verilir? 2 cərimə atışı. 2 cərimə atışı. Bəs nə zaman diskvalifikasiya zamanı cərimə atışı verilməz? Cərimə atışı o diskvalifikasiya olanda, yəni ikisi də eləyəndə, oyunçunun hər bir rəqib də eləsə, o da eləsə, ona görə o verilir. Qarşılıqlı diskvalifikasiya olduqda cərimə atışı verilmir. Verilmir. Doğru. Yaxşı. Bir də hücum fauluna verilmir. Bir də hücum Cərimə fauluna, bəli, ya cərimə atışı ya da oyunçu cəzalandırılır. Doğru. Top əldə neçə addım? Top əldə 2 addım. 3-3 basketbolda səbətin yerinə hündürlüyü. Elə eynidir də 3.05. Bəs lövhənin yerinin hündürlüyü. Lövhənin 1.90. 1.90 yoxsa 2.90? 2.90 1.90. Lövhənin uzunluğu eni. 1.80 1.05-ə. 1.80 1.05. Səbətin diametri. Səbətin diametri 45 sm. Torun uzunluğu. O da elənçi 45 sm. Voleybol idman oyunundakı neçə cür xal qazanma var? Voleybol oyununda 3 cür xal qazanma var. Rəqib səhv eləyəndə, meydana düşəndə top, Rəqib bir meydana. də cərimə qırmızı alanda. Rəqib cəza alarsa, doğru. Cəza alanda. Voleybol idman oyununun mənası nədir? Voleybol uçan top deməkdir. Voleybol uçan top deməkdir. Yaxşı. Harada yaranıb, nə zaman yaranıb? Amerika Birləşmiş Ştatlarında Morgan tərəfindən voleybol. Aha, neçənci ildə? 1895-ci ildə. 1800. Voleybol idman oyunu demək Azərbaycanda nə zaman yaranıb? Azərbaycanda yaranıb 1992-ci ildə Federasiya yaranıb. federasiya yaranıb. Özünə 94 həmən ildə beynəlxalqa üzv olub. həmən ildə beynəlxalq federasiyaya üzv olub. Bəs özü nə zaman yaranıb Azərbaycanda? Azərbaycanda basketbol yaranıb Azərbaycanda Voleyboldan söhbət gedir, voleyboldan. voleyboldan Bəli. Voleybol Azərbaycanda nə zaman yaranıb, Şahin müəllim? voleybol Turan müəllim. 1926-cı ildə müəllim. Bəli. 1926. 1926-cı ildə, doğru. Şahin müəllim. Siz bəli eşidirəm. bir set neçə xala qədər oynanılır? Bir set 25 xala qədər oynanılır. Maksimum neçə set oynanılır? 5 set oynanılmalıdır maksimum, minimum 3 set. 5-ci set neçə xala qədər oynanılır? 5-ci setdə 15 xala qədər. 25-24 hesab bitə bilər. Xeyr, 22 xal fərqi ilə bitməlidir oyun. 24-26. Bəli. Məsəl üçün oyunçular, komandalar meydanda nə zaman istiqamətini dəyişir? İstiqamətin dəyişir sadə əqrəbi istiqamətinə.
Yox, düz deyirsiniz. Oyunçular öz aralarında sadəcə. Komandalar meydanda yer dəyişməsi. Komanda yer dəyişməsi olur rəqib xal itirəndə. Rəqib Top xal itirəndə. rəqibin servisini qazananda bəli, bunu bildik. Servisini qazananda yer dəyişimi olur. A komandası B komandasının yerinə keçir, B komandası A komandası. Komandalardan söhbət gedir. Meydanda yer dəyişmələri, meydan, Yer istiqamət. dəyişmə olur istiqamət setin axırında da. Elə bil bu birinci setdən sonra ikinci setdə yer dəyişimi olur. Başqa nə var? Bir də ki şeyə gedəndə, əlavə vaxta gedəndə. Əlavə vaxt nədir? Voleybolun əlavə vaxtı da elə bil. Voleybol oyunu neçə dəqiqə oynanır? Yox, mənim çaşdım. Ha. Yox, belə birinci seti bitdi, ikinci setə keçəndə bir dənə oyunçular hücum istiqamətlərini dəyişir. Yox, elə bil ki birinci set, sonra ikinci set, üçüncü set. O əlavə məsələn 3-2-yə gedirlərsə yenə də dəyişiklik olacaq. 5-ci setdə də gedərsə, yəni dəyişilə bilər, dəyişilməyə də. O da püşkün nəticəsində. Bir də başqa nə zaman dəyişiklik olur? Bir də ki elə bil ki 8 xala çatanda, Hər bir setin 8-ci xalına çatanda. Yox, 5-ci setin 8 xalına çatanda yer dəyişimi olur. Bəli, 5-ci setin 8-ci xalına çatanda yer dəyişmə olunur. Doğru. Hə, bəs yaxşı. Deməli, handbol idman oyununda oyunçu neçənci 2 dəqiqə cəzanı aldıqda bir dəfəlik oyundan kənarlaşır? Mən bilən 3-cü. Üçüncü 2 dəqiqə cəzadan aldıqda bir dəfəlik oyundan kənarlaşır. 2 dəqiqə komanda azlıqda oynayır. 2 dəqiqədən sonra başqa bir oyunçu gəlir. Doğru. Oyunçu onu əvəz eləyir onu. Aha. Yaxşı. Handbol idman oyununda meydançanın ölçüsü? Ölçüsü 40-20-yə. Xəttlərin qalınlığı? Xəttlərin qalınlığı 8 sm. Bütün xəttlərin qalınlığı 8-dir. Yox. Ancaq o elə bil ki qapı xəttlərinin. Bəs digər xəttlərin qalınlığı nə qədərdir? Digər xəttlər 5 sm. 5 sm. Yaxşı, komanda heyəti? Komanda heyəti handbolda 7-7-yə. 7. Beynəlxalq yarışlarda? Beynəlxalq yarışlarda 2 oyunçu artıq 14 olur. Ehtiyat 2 oyunçu arta bilər. Mütləqdirmi 7 ilə meydana çıxsın? Xeyr, 5 ilə də çıxa bilər. Oyun 5 ilə başladı, ehtiyatda yoxdur. 5-dən biri yəni qırmızı belə qaldı, oyundan kənarlaşdı. 4 ilə davam edə bilər yoxsa? 4 ilə elə bil hakim o qərar verir də. Hakimin qərarına əsasən bəli 4 ilə davam edə bilər, edə bilməz. Yaxud da ona parajeniya verə bilər, ya da ki davam elətdirə bilər. Bəli. Maksimum doğru dediniz. Maksimum neçə püş atma keçirilə bilər handbolda? Handbolda elə bil birinci başlananda, oyun başlananda, bir də ki handbol ardıcılığı belədir də. Birinci hissənin elə bil ki birinci baş püşklə başladı. Sonra əlavələrə gedəndə 2-5-ə gedəndə əlavə püşk atılır. Yəni maksimum neçə olur? Maksimum 4 dəfə olmalı. Penaltı seriyasına yadında 4 dəfə. 4 dəfə. Birinci hissə oyunun başlanğıcı. Qapını hakim orada təyin edir qapını. Qapını, bəli. Belə deyəşəm müəllim, doğru vurğuladınız. Penaltı seriyasında. Bəli, penaltı seriyasında bir dəfə püşk atılır. Orada ilk zərbəni kim vuracaq və qapını da hakimlər seçir. Hakim təyin edir. Doğru. Doğru Şahin müəllim. Oyunçu dəyişikliyi Şahin müəllim handbolda. Oyunçu dəyişikliyi handbolda elə bil ki istənilən qədər də, yəni məhdudiyyət yoxdur, doğru. Məhdudiyyət meydanın istənilən yerindən yerinə yetirilə bilər. Handbol ancaq o qabaq hissələrdə elə bil ki o oyun elə bil ön hissədən. Ön hissə haradır? 4,5 sm. Mərkəz xəttin yandan 4,5 metr. Bəli. Hər iki tərəfdən. Bəli, doğru.
Yaxşı, top əldə neçə addım? Top əldə 3 addım. Doğru. Futbol idman oyununda futbol idman oyununda topun çəkisi çevrəsi Topun çəkisi çevrəsi 68-70, aha. 410, 450. 410, 450. Doğru. Yaxşı, siz mənə deyin. Küçdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Birdən vurulan qol qeydə alınır. Rəqib qapısına vurulan, öz qapısına vurulan qol qeydə alınır, alınmır? Öz qapısına vurulan qol qeydə alınmır. O elə bil küncdən başlayır. Rəqib küçdən Rəqib. başlayır. Künc qövsünün radiusu nə qədərdir? 1 metr. Neçə künc bayrağı var? 6. 4'ü görünəndə ikisi də elə bil ki ondan biraz balaca olur da hündürlüyü. Bunlarda görürəm? 1 metr Olur. 1 metr 50'dir. Onlar olmur ancaq əslində elə 6 bayraq deyirlər də müəllim. Elzam müəllim. 6 bayraq, bəli, ikisi mərkəzdə, onların hündürlüyü 1 metr. 1 Künclərdə metr, ortalarda künclərdə 1 metrə 50 santimetr. 1 metr 50 santimetr. Doğru deyirsiniz. Yaxşı. Küncdən zərbə zamanı top hərəkətdə olmalıdır, hərəkətsiz. Hərəkətsiz olmalıdır. Əgər hərəkətdə olursa alınır, sərbəst zərbə ilə başlanır. Ümumiyyətlə hərəkətsiz olmalıdır. Bəs yaxşı. Qapıçı top əlində neçə saniyə saxlaya bilər? 8 saniyə saxlaya bilər təzə qaydalarla. Yeni qaydalara əsasən 8 saniyə. 8 saniyədən tez başlayarsa, üzr istəyirəm, 8 saniyədə gec, yəni çox saxlayarsa necə olar? Mən bilən künc verirlər də. Küncdən zərbə, rəqib küncdən zərbə yeyir. Küncdən zərbə. Doğru. Bəli. Yaxşı, futsal idman oyununda neçə künc bayrağı var? Futsal idman oyununda bayraq olmur. Bayraq olmur. Neçə deyəndə künc qövsünün radiusu nə qədərdir? 25 santimetr. 25 santimetr. Küncdən zərbə zamanı rəqib nə qədər məsafə saxlayır? 5 metr. 5 metr. Futbolda 9 onda 1, onda 5, Yüzdə 5. O, Yüzdə 15. %15. Aha, burada da 5. Futbolda isə 5 metr. Oyunda ofsayt nə zaman yaranır? Futzalda Bəli. offside olmur. Ofsayt olmur. Futbolda isə iki oyunçu arasında bir nə elə bil ki olsa, oyundan kənara vəziyyətə qalır da. Elə qapçı ilə oyunçu arasında. Heç bir oyunçu Keçir olmazsa, aha, pas ötürən zaman, Bəli. hücum Pas ötürən zaman bir nəfər olmasa, deməli o oyundan kənarda vəziyyətdə Ha. qalır. ofsayt qeydə alınır. Yaxşı, futsal idman oyunu klassikdir, qeyri-klassik? Futsal qeyri-klassikdir. Qeyri-klassik. Qeyri-klassik nə deməkdir? Qeyri-klassik yəni olimpiya oyunlarına çalınmır da onlar. Yəni daxil deyil, doğru. Daxil deyil. Badminton idman oyununda klassikdir, qeyri-klassik? Badminton klassikdir. Nə zaman olimpiya oyunlarında iştirak edib? 1980 Rəsmi olaraq. rəsmi olaraq 88-ci il olmalıdır mənim. Rəsmi olaraq nə zamandan iştirak etməyə başlayıb? 1992-ci ildə 92-ci ildə. salınıb. Aha. Bəli, Badmintonu Azərbaycana kim gətirib? İndoneziya komandası hər ikisində, qadında və kişidə də qalib gəlib. Badminton Azərbaycana kim gətirib? Badmintonu mən o deyim ki, mənim dekanım olub, Petfakın dekanı olub, Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunda Bəli, doğru. Nazim Əliyev. Bununla elə bil yaxın münasibətlərimiz də olub. Dərs də deyib biz o. Çox gözəl, çox gözəl. Bəli, İdman Akademiyasında işləyib, doğru. Nazim Əliyev, doğru deyirsiniz. Badminton Rusiyada yarışda orada baxıb və Azərbaycanda gəlib. 62-ci ildə gətirib. Doğru. Doğru deyirsiniz. 1962-ci ildə. Bəs Azərbaycanda Badminton Federasiyası nə zaman yaranıb? 1969-cu ildə mən biləm. Yox. 65-ci ildə.
Yox. 62-ci ildə. Bəli, həmin 62-ci ildə də Azərbaycanda Badminton Federasiyası yaranıb. Sonradan nə zaman yenidən təsis edilib Badminton Federasiyası? Təsis edilib 97-ci ildə. 97-də beynəlxalq üzv olub. E, Təsis etməyə nə zaman olub? 94-cü ildə deyəcəm. Yox. Ya 96-cı ildə. 96-cı ildə təsis olunub yenidən, yəni bərpa olunub yenidən, 97-də də 97-ci beynəlxalq beynəlxalq federasiyalara üzv üzv olub. Azərbaycanda Badminton Federasiyası hal-hazırda kimdir? Ziyadov. Adı nədir, yaxşı? Yaxşı, adı var idi. Adı yaddan çıxmışdır, familiyasını dediniz, getdi. Familiyasını bildim, adı yadımdan çıxdı. Bir anlığa. Demək, Turanə müəllimə. Talih Ziyadovdur müəllim. Talih Ziyadov, Talih. Bəli, Talih Ziyadov. Təşəkkürlər Şahin müəllim, minnətdaram. Gözəl. Sağ olun, sağ olun. Sevinç Qafarova, müəllimə hazırsınız yoxsa bu gün qalsın sizin sual cavabınız? Bəli müəllim. İnşallah ki bölümdə sakit durub da. Allah saxlasın inşallah. Deməli, voleybol idman oyununda siz mənə deyin. Voleybol idman oyununda deməli libero blok qura bilər. Xeyr. Libero blok qurmada iştirak edə bilər. Xeyr. Libero servis yerinə yetirə bilər. Xeyr. Topu libero ön zonada qəbul edə bilər, hücum zonasında. Qəbul edə bilər, amma hücum zərbəsi vura bilməz. Libero oyunçu dəyişikliyi zamanı ön zonaya keçə bilər. Xeyr, keçə bilməz. Orada Doğru. Libero kapitan ola bilər. bəli. Libero protokolda neçə libero yazılır? 2 libero yazılır. Oyunda neçə libero iştirak edə bilər? 1. Liberosuz oyun oynanıla bilər. Bəli. Libero'nun formasının rəngi öz komanda yoldaşlarının formasının rəngindən fərqlənir yoxsa eyni? Fərqli olur. Yəni rəqib komandanın Eyni ola bilər. Eyni ola bilər. Handbol idman oyununda bir dəqiqə, handbol idman oyununda handbol idman oyunu olimpiya oyunlarında ilk dəfə nə zaman iştirak edib? 1936-cı ildə. Bəs qadınlar? 76-cı ildə. Kişilər 1936-cı ildə neçəyə iştirak edib? 11-in 11-ə. Bəs 7-nin 7-yə nə zaman iştirak edib ilk dəfə kişilər? 7-nin 7-yə. 7-nin 7-yə. Handbol idman 49-cu. Nə zaman? 49? 49 yox. 49 dünya çempionatıdır. 72-ci ildə. Bilmirəm mənim 72. Siz mənə deyin, handbol idman oyununda qapıçı zonasına hər hansısa komandanın oyunçusu daxil ola bilər? Xeyr. Hər hansısa komandanın oyunçusu daxil ola bilməz. Yaxşı. Oyun zonasında bir dəqiqə qapıçı topu tutub qapı meydanından çıxa bilər. Tutub yox. Özü meydanını tərk edə bilər. Topu çiyə çıxa bilər. Bəli. Oyun sahəsindən yerlə dığırlanan topu götürə bilər. Mənim bir də təkrarlayardınız. Qapıçı oyun zonasında top yerlə dığırlanırsa onu götürə bilər. Bəli. Götürə bilər. Oyun sahəsində yox. Oyun sahəsində yox. Qapı öz sahədə, hə. Bəs yaxşı. Qapıçı qapı meydanı tərk edib meydanda topu götürüb qapı meydanına daxil ola bilər. Qayıda bilməz. Qayıda bilməz. Doğru. Futsal idman yox, ondan sonra futbol idman oyununda penaltı nə zaman baş verir? Kontaktlı şəkildə qayda pozuntusu olarsa. Meydanın istənilən yerində.
Cərimə Cərimə meydançasında. meydançasında. Bəli. Başqa nə zaman? Hmm. Yadıma düşmür mənim bu dəqiqə. Cərimə meydançasında Turanə müəllimə deyin. Turanə müəllimə. Xəyal müəllim. Cərimə meydançasında Hı -hı. əllə oyun olduğu zaman. Aha. Cərimə Bəli. meydançasında əllə oynanılarsa. Əllə. Bu zaman qapıçıdan başqa sahə oyunçuları, Müdafiə oyunu. Aha, müdafiə oyunçuları əldə oynanırlarsa. Doğru, penaltı təyin edilir. Sevinç müəllimə, penaltı zamanı rəqib nə qədər məsafə saxlayır? 9,15 metr. Bəs öz oyunçuları Öz oyunçuları da. hansı bir dəqiqə. Futbol idman oyununda hansı hallarda hər iki komanda eyni məsafəni gözləyir? Mərkəzdən başlayanda Mərkəzdən başlayınca oyunu başlayan komanda yox, gözləmir. Eyni məsafəni gözləmir. sərbəst zərbə zamanı, cərimə zərbəsi zamanı Yanlış deyirsiniz. Deyim. yan Yox, xəttdən yox. başlayır. Yanlış deyirsiniz. Yan xəttdən başlanan zaman rəqib 2 metrə gözləyir, müdafiə olunan komanda məsafənin 2 metr məsafə gözləmir. Gözləmir. Bəli. Deyin Turanə müəllimə. Demir Xəyal müəllim. Penaltidə olur, bəli. Bir də Bəli. səhv eləmirəmsə mübahisəli topda hər ikisində eyni Penaltı məsafə. doğru. Penaltıda da hər ikisində 9,15 metr məsafə gözlənilir. Mübahisəli topda da hər iki komanda 4 metr məsafəni gözləyir. Doğru. Yaxşı, Sevinç müəllimə. Siz mənə deyin. Deməli, futbol idman oyununda qırmızı vərəqə alıb oyundan kənarlaşdırılan oyunçunun yerinə başqa bir oyunçu gələ bilər. Bəli. Başqa bir oyunçu gələ bilər. Futbolda yox müəllim, futbolda yox, qırmızıya yox. Ha, bəs futzalda gələ bilər. Futbolda bəli. Həmin an gələ bilər. Xeyr, 2 dəqiqə Hazırlıqda oynayır Gözlənilir. komanda. Aha. Bəli. Bəs yaxşı, bu 2 dəqiqə ərzində komanda qol buraxarsa, Qol buraxarsa gələ bilər. Yəni, yəni 2 dəqiqə Bəli, bitməsə 2 də dəqiqədən gələ bilər. əvvəl. Bəli. Aha, doğru. Futsal idman oyununda neçə kart var? Futsal idmanında 2 kart. 2 kart var. Hansılardır? Qırmızı, sarı. Qırmızı, sarı. Oyunçu ardıcıl neçə kart ala bilər? 3. Ardıcıl şəkildə 3 dənə kart gözləyir. Ardıcıl 3 dənə də ala bilər, bəli. 3. Ala bilər. Bəs maksimum neçə kart ala bilər? Maksimum da 3 kart ala bilər. Maksimum da 3. Yaxşı, futsal idman oyununda 4 saniyə qaydası nə zaman tətbiq olunmur dedik? Nə zaman tətbiq olunmur? Aha. Qızım, dayanır. Futsalda həmişə futbolla qarışdırıram mən onu. Qarışdırmayın. Turanə müəllimə. Mərkəzdən və penaltidə dönmür. Bəli, mərkəz, bir də 6 metrlik penalti. Bəli. Doğru. Bəli. Doğru. Futsal idman, üzr istəyirəm. Badminton idman oyununda istirahət fasiləsi intervala nə zaman gedilir? 11-ci xalda. Aha, 11-ci xalda. Komandalar meydanda nə zaman yerlərini dəyişir? Setin sonunda. Setin sonunda. Başqa? Bir də 11 xala çatanda müəllim. Aha, dəqiq komanda 11-ci xala çatdıqda.
Hansı bütün setlərin rəqib Xeyr, deyəndə hər axırıncısı. hansı? Ha, üçüncü set oynanırlarsa, axırıncı demir. Bəli, Üçüncü set bəli. oynanırlarsa, Bəli, hər üçüncü hansısa set komanda oynanır. 11-ci xala çatarsa, komandalar meydanda istirahətə gedirlər. İstirahətdən qayıtdıqdan sonra komandalar meydanda yerlərini dəyişirlər. Doğru. Təşəkkürlər Sevinç müəllimə. Buyurun müəllim. Turanə müəllimə. Bəli, müəllim. Basketbolda oyunçu neçə qeyri-idman faalı aldıqda oyundan kənarlaşır? 2. 2 qeyri-idman faalı. Hər qeyri-idman faalına neçə cərimə İki cərimə atışı? 2 cərimə atışı. 2 Cərimə cərimə atışından sonra top kimdə qalır? hücum edən oyuncuda qalır. Yəni cərimə atışını atan komandada, doğru. Yaxşı. Siz mənə deyin. Demək bir dəqiqə. Basketbolda 6.75-in daxilində basket faal olarsa, 3 xal, daxilində 2 xal bir cərimə. 2 xal bir cərimə. daxilində top Xaricində attığım zaman üç xal top bir səbətdən cərimə. keçməzsə, Bir cərimə verilir. bir cərimə, Daxilində 2 cərimə verilir müəllim. Daxilində 2 cərimə. 2 Çünki cərimə. top səbətə düşə bilərdi, amma faul, basket faul olur, Faal düşmür. olduğuna görə düşmədi. Ona görə də daxil 2 xal qazandırdığına görə 2 xal da verilir. 2 cərimə verilir. Basketbol idman oyununda demək olimpiya oyunlarına basketbol olimpiya oyunlarına daxil olduqdan neçə il sonra qadınlar iştirak edib olimpiya oyunlarında? 41 il sonra 41 il. 35-də daxil olub 76-cı ildə qadınlar iştirak edir. Doğru, 41 il sonra. 300 basketbolda hakimiyyət nə qədərdir? 5 Hansı neçə meydan, neçə masa? 3 meydan 2 masa. 300 basketbolda 3 saniyə qaydası. Top əldə 3 addım, yox, handball idi. 300 Saniyə basketbolda. qaydası səbətin altında Qalmaq 3 saniyə olmaz. qala bilər. Topun çəkiş çevrəsi 300 basketbolda. Unutmuşam müəllim onu. Misal müəllim, 300 basketbolda topun Rəqəmləri unuduram, yadımda saxlaya bilmirəm. saxlayın. 567 610. Yox, 300 basketbolda yanlış deyirsiniz. Xəyal müəllim. Xəyal müəllim. 567 650. Yanlış deyirsiniz. Acım müəllimə. 580 620. Qram çəkisi və çevrəsi. Çevrəsi nə qədərdir? Acım müəllimə. Bəli. Çevrəsi Misal müəllim, səsi bağlayın. Fatimə müəllimə. Fatimə müəllimə dərsdən çıxın. Deyir müəllim. Deyin Sevinç müəllimə. Kişilərdə çəkisi 580 620-dir. Çevrəsi 720 740. Qadınlarda isə Elə kişilərdə də qadınlarda da eyni çəki çevrədir. Öz-özünüzü çəkdirməyin. 300 basketbolda bu cürdür. Bir müəllim. Yox, 6 çevrələrdə. nömrəli topuda bir dənə o yadımda qalsın. Bəli, Xahiş bəli. ki, 6 nömrəli topu. Bəli. Turanə müəllimə. Voleybol idman oyununda neçə cür yox, ümumiyyətlə voleybol idman oyununda neçə texnika var? Hücum müdafiə texnikası var. Neçə hücum 5 texniki fənd var. Neçə hücum fəndidir, neçə texnik fəndir? 3-ü hücumdur. Servis, topun ötürülməsi, topun qəbulu, blok qurma, bir də bir hansı idi? Şahin müəllim, səsi bağlayın. Bir də Servisdir, topun ötürülməsidir, topun qəbuludur, bunlar blok qurmadır, hücum hücumdur da. Bir də blok qurma nə? Hücum. Hücum zərbəsi deyirik də.
blok qurma, topun qəbulu. Bunlar da müdafiə. Dedim onu müəllim. Topun ötürülməsi Aha. və Birinci servis, hamısını hücum birdən deyin zərbəsi. də. Topun Ha. ötürülməsi, topun qəbulu, blok qurma. Aha, indi 5 oldu. Doğru dediniz. Üçüncü hücum zərbəsi, hücum texnikası, ikisi müdafiə Doğru, üçü texnikası. müdafiədir. Servis hücum zərbəsi yoxsa hücum texnikası? Texnikasıdır. Hücum texnikası. Niyə hücum zərbəsi deyil? Çünki blok qurmaq olmur orada ona görə. Ha, servisə blok qurmaq olmaz. Onun üçün də hücum Bəli. zərbəsidir. Hücum texnikası düzgün istəyirəm. Deməli, sonra Hücum texnikası. Bəli. bəli, bəli. Sonra orada voleybol idman oyununda hakim heyəti nə qədərdir? Hakim. Hı -hı. Bir dəqiqə müəllim. Vüsal müəllim. 10 olur. 10 hakim heyəti. Doğru. Handbol idman oyununda oyunçu dəyişikliyi. Məhdudiyyətsizdir. Məhdudiyyət yoxdur. Yaxşı. Hakimə deyilir, deyilmir. Deyilir. Deyilmir. Deyilmir. Ha, başqa hansı idman oyunları hakimə demədən oyunçu dəyişikliyi yerinə yetirilir? 3-3 basketbolda deyilmir. Çünki məşqçi heyəti Məşqçi heyəti oyunda olmurdu. heyəti buraxılmır da zala. Ona görə Onun deyilmir. aidiyyəti yoxdur. Ümumiyyətlə 3-3 basketbolda deyilmir, handbolda deyilmir. Başqa var? Yoxdur. Bir də futzalda deyilmir. Yadınızda saxlayın. Yadınızda qalsın. Futsal, handbol, Bəli. basketbol. Handbol idman oyunu neçə dəqiqə oynanılır? 30-32 hissədən ibarətdir. Hissələr arası fasilə? 15 dəqiqə, beynəlxalq yarışlarda 10 dəqiqə. Beynəlxalq yarışlarda 10 dəqiqə. Siz mənə deyin. Beynəlxalq yarışlarda 15 dəqiqə, rəsmi yarışlarda 10 dəqiqə. Aha, doğru dediniz. Fikrim başqa yerdə dinləmədim. Bax, handbol idman oyununda Azərbaycan handbol idman oyunu nə zaman yaranıb? Handbol Azərbaycanda nə zaman yaranıb? 1957-ci ildə, yox, 55-də yaranıbdı ilk dəfə. 57-ci ildə klub yaranıbdı. 92-ci ildə federasiya yaranıbdı. Səhv eləmirəmsə tam dəqiq bilmirəm. Elə həmin ildə də beynəlxalq federasiya daxil. Bəs federasiyanın prezidenti kimdir? Salih Məmmədov olmalıdır. Salih Məmmədov, doğru. Penaltı zərbəsi zamanı qapıçı nə qədər irəli çıxa bilər? 4 metr irəli çıxa bilər. Bəs zərbəni yerinə yetirən oyunçu xəttə tapdalaya bilər? Tapdalaya bilməz. Qapıçı tapdalaya bilər? Xeyr. Futsal idman oyununda 6 metrlik penaltı zərbəsi zamanı qapıçı nə qədər irəli çıxa bilər? 1 metr. Yanlış deyil. Qapıçı nə qədər çıxa bilər? Vüsal müəllim. Futsal idman oyununda qapıçı nə qədər irəli çıxa bilər? Çıxa bilməz müəllim. Bəs 10 metrlik zərbədə nə qədər çıxa bilər? 5 metr. 5 metr. Doğru. Bildiniz Turana müəllimə? Bəli, müəllim. Turana müəllimə. Yaxşı. 6 metrlik zərbə zamanı birbaşa yəni birbaşa onsuz zərbə vuracaq. Dabanla zərbə vura bilər. Arxaya vurmamaq şərti ilə vura bilər. Bəli, irəli vurmaq şərti ilə vura bilər. Doğru. Yaxşı. Futsal idman oyununda deməli, cərimə zərbəsi zamanı bir dəqiqə, cərimə zərbəsi zamanı canlı sədd qurularsa, canlı səddə nə qədər məsafə saxlanılır topdan? Canlı səddən öz oyunçuları 1 metr sonra yox. Canlı səddən 1 metr aralı saxlayır öz oyunçuları zərbəni yerinə yetirən doğru. Canlı sədd nə qədər? Cərimə zərbəsində topdan nə qədər məsafə saxlanır rəqib? Rəqib topdan nə qədər məsafə saxlayır?
Rəqib 3 metr saxlayıcı yox. Qarışdırdım mən. Futsalda nə qədər məsafə saxlayır? Futsalda. Vüsal müəllim, futsalda topdan zərbəsi zamanı nə qədər məsafə saxlanılır? 5 metr müəllim. 5 metr. Canlı səth nə qədər qurulmuş olur? 1 metr məsafədə qurulmuş olur. Necə 5 metr mən topdan məsafə saxlaya bilərəmsə 1 metr məsafədən topdan canlı səddə qura bilərəm? O canlı sədd də 5 metrdir. Canlı sədd də 5 metrdir. O 1 metr mən canlı sədd qururamsa, demək rəqib Mənim zərbəni oyunçular yerinə yetirir də. Məndən rəqibi digər oyunçular 1 metr məsafə saxlaya bilər. Turana Demək, müəllimə, futsalda mənim 3 metr canlı mübahisəli sədd, top. üzr 2 istəyirəm. metr. 2 metr mübahisəli top, 3 metr mərkəz. Onu demirəm. 3 metr mərkəz, qalan hamısı 5 metrdir də məsafə. Bəli, mübahisəli top 2 metr, Yanlardan mərkəz üçdən də 3 metr, qalan hamısı 5 metr. Çürükdən zərbə, yandan zərbə, cərimə zərbəsi, sərbəst zərbə, 10 metrlik penalti, 6 metrlik penalti, bunlar hamısı 5 metrdir. Bəli. Aha, doğru. Futbol idman oyununda bəs yandan başlanılan zaman nə qədər məsafə saxlanılır? Futbolda yandan 3 metr, 915 metr. Yandan başlanılan zaman. 3 metr. Yanlış deyirsiniz. Demirəm. Yox. Vüsal müəllim deyil. 2 metr müəllim. 2 metr. Doğru. Turan müəllimə. Badminton idman oyununda deməli xətlərin qalınlığı nə qədərdir? 5 sm. Yanlış. Yox, 12 sm. Yanlış. 12 sm. Yanlış deyirsiniz. 8 idi müəllim. Yanlış deyirsiniz. Vüsal müəllim, badmintonda 4 sant müəllim. 4 sm. Turan müəllimə, rənglər, xəttin rəngləri nə rəngdə olur? Sarı, ağ rəng. Sarı, ağ rəng. Raketkanın çəkisi, ölçüsü eni. Çəki uzunluğu 75-96 çəkisidir. aha, 23 sm uzunluğudur. 23 sm Yox, eni. çevrəsidir 23 sm. 68 sm da uzunluğudur mənim. Ha, Valanın da radiusu 3.5-dir. Çəkisi 4, diametri 7, 3.5. 5.5. Ha, 4.7, 3.5, 5.5-dir. 5.5. Hündürlüyü 62, 70. Hündürlüyü 60-70 santimetr. Bəs lələklərin sayı nə qədərdir? 16. 16 santimetr. Təşəkkürlər Turanə müəllimə. Deməli, Vüsal müəllim, Buyurun müəllim. basketbol oyununda top əldə neçə saniyə saxlamaq olar rəqib baskı altında? 5 saniyə. Bəs top əldə neçə addım? 2 addım. Hücuma verilən vaxt 24 saniyə. 24 saniyə. 14 saniyə qaydasını deyin. Top səbətə dəyib qayıdarsa. 14 saniyə qaydası. Ha, top lövhəyə dəyib qaydarsa necə olunacaq? Qaldığı yerdən davam eləyir onda. Bəs Saniyə. topu müdafiə olunan komanda götürərsə? Yenə elə olur. Yenə elə olur, doğru. Yox, müdafiə olunan komanda götürərsə necə olacaq? Onda 24 saniyə açılır, çünki hücuma keçir də. Ha, bəli, artıq 14 saniyə. Üçüncü basketbolda hücuma verilən vaxt. 12 saniyə hücuma verilən vaxt. Səbət atılan uğurlu atışlar. 2-1. 2-1. Doğru. Yaxşı. Üçüncü basketbolda oyunçu neçə texniki faal olarsa oyundan kənarlaşır? 2 texniki faal olarsa oyundan Yanlış kənarlaşır. deyirsiniz. Oyunçu neçə texniki faal olarsa? 5 müəllim. Yanlış deyirsiniz. Xəyal müəllim. Müəllim, oyunçu texniki faal almaq komandaya yazılır. Bəli. Yəni neçə texniki faal olarsa oyundan kənarlaşır. 2 texniki faal olarsa oyunçu kənarlaşmır. Texniki faala görə oyundan kənarlaşmır. Kənarlaşmır. Doğru. Saçmışdım özü. Saçmışdım Kənarlaşmır. artıq. Çünki bir hafta üçüncü basketbolda iştirak eləmisiz, mən başlayacağım.
Yo, çənərləşmir. Yenə yaxşı qayıdıb. Çənərləşmir. Bəs yaxşı, neçə cərimə atış atılır? 2 cərimə atış atılır. 2 cərimə atışı atılmır. Neçə cərimə atışı atılır hər texniki faala görə? 1 cərimə atış. 1 cərimə atışı. Yaxşı, Vüsal müəllim. Komandanın faal limiti neçədir? Oyunçunun faal limiti neçədir? 3 basketbolda. 3-3 basketbolda komandanın faal limiti 6-dır, oyunçunun faal limiti 4. Oyunçunun faal limiti yoxdur. Yoxdur. Yaxşı. Voleybol idman oyununda torun hündürlüyü, yerdən hündürlüyü Voleybol 2.44. torun yerdən hündürlüyü yanlış deyirsiniz. Xəyal müəllim. Voleybol idman oyununda torun yerdən hündürlüyü kişilər və qadınlar. Benim kişilərdə 2.44 bilirəm, qadınlarda 2.24. 2.43 kişilərdədir, 2.24 qadınlarda. Dirəklərin hündürlüyü 1.50. Dirəklərin hündürlüyü. Necə tor bəs nəyə asılacaq 1.50-dir? Deyim müəllim. Yox, xəyal müəllim öz deyəcək. Bir dəqiqə, 2. Vüsal müəllim, bilirsiniz deyin. 3.50 müəllim. Danışırsınız. Belə bir 2.50 deyil, 2 nə qədərdir? Deyim müəllim mən. 2.55. deyin. Hacim müəllimə. 2.55. 55. 2.55 deyirəm. Vüsal müəllim. Oyunda neçə dəfə, maksimum oyunda neçə dəfə push atma atıla bilər? Voleybol oyununda müəllim. Bəli. Voleybol oyununda bir dəfə əvvəlində atılır, bir də 15-ci 5-ci set oynanılırsa. 5-ci set oynanılarsa. Birinci seti mən başladım. İkinci set kim başlayacaq? Rəqib komanda başlayır. Aha. Yaxşı. Siz mənə deyin, voleybol idman oyununda torun uzunluğu 9 metr meydana daxil olan hissəsi. Bəs ümumi uzunluğu nə qədərdir? Torun. 9.15. 9.5 10 metr. 9.5 10. Torun qalınlığı 1 metr. Eni də yəni. Eni də yəni, bəli, eni deyəcəkdim. Yaxşı. Handbol idman oyununda siz mənə deyin, federasiyası nə zaman yaranıb? Beynəlxalq federasiyası. 1992-ci ildə Azərbaycanda federasiya yaranır, 1957-ci ildə. Azərbaycanda 2 klub yaranıb. Mən sizə deyirəm ki, handbol idman oyununda beynəlxalq federasiyası nə zaman yaranıb? 32-ci ildə. Nə qədər? 32-ci ildə. Yəni 32-də basketbol federasiyasıdır. Vüsal müəllim. Xəyal müəllim. 1928-ci ildə. 28 Həvəskarlar Federasiyası yaranıb. 1946-da onda. Böyüklər üçün 1946-dır. 46. Aha. Vüsal müəllim, yaxşı. Siz mənə deyin, top əldə neçə addım, neçə saniyə? 3 addım 3 saniyə. Taymatın vaxtı 1 dəqiqə. neçə taymat götürə bilər hər komanda oyun ərzində? Hər hissədə 1 dənə. Yanlış deyirsiniz. Müəllim, üzr istəyirəm. Bir dənə şəxsiyə baxa bilərsən. Sağ ol, müəllim. Buyurun. Xəyal müəllim. Ümumi istəsə birinci hissədə 2 taymat götürə bilər. İstəsə yer dəyişmə eləyə bilər. Yəni ikinci hissədə 2 dənə götürə bilər, birinci hissədə 1 dənə götürə bilər. Doğru. Doğru. Vüsal müəllim, futzalda neçə taymat götürülür? Futzalda taymat götürülmür. Futbolda taymat götürülmür.
Futbolda götürülür. Futsalda bir time Ümumi oyun ərzində yoxsa hər hissədə? hər hissədə bir timeout götürülür. Hər hissədə bir timeout, doğru. Timeoutun vaxtı 1 dəqiqə. 1 dəqiqə. Siz yaxşı mənə oyunçu dəyişikliyi, Məhdudiyyət yoxdur. məhdudiyyət yoxdur. Doğru. Oyunçu dəyişikliyi zamanı hakimə deyilir, deyilmir. Bəli, deyilir yan xəttdən 5.80-lik xəttdən 5 oyunçu dəyişir. 5 metrlik xəttində. Aha, doğru deyirsiniz, deyilmir. Futsal necə vaxtda oynanılan oyundur? Təmiz vaxtla oynanılır. Təmiz vaxtda başqa hansı idman oyunları oynanılır? Basketbol oynanılır, 3-3 basketbol oynanılır. Badminton idman oyunu neçə hakimiyyətindən ibarətdir? 13 beynəlxalq olimpiya oyunlarında 12 beynəlxalq yarışlardır. Doğru. Bəs badmintonda deməli tavan hündürlüyü nə qədərdir? 9 metr yarım. Yox, tavan hündürlüyü 7 yarım müəllim. 7-9 metr arası. 7-9. 7-9, maksimum 9 metr. Təşəkkürlər Vüsal müəllim. Sağ olun. Xəyal müəllim. Basketbolda oyunçu bilərəkdən öz səbətinə top atarsa, necə də oyun davam edər? Bilərəkdən top atarsa, Bəli. xəbərdarlıq edilir, Bilərəkdən. sayılmır. Fal sayılmır, xəbərdarlıq edilir, doğru. Yəni cəzalanır, fal sayılmır. Bəs bilməyərəkdən atarsa, Bilməyərəkdən atarsa, xal sayılır rəqibin kapitanının hesabına. neçə xal? 1 xal. 2 xal. 2 xal, 2 xal. Hə, elə cərimə atış kimi hesablayırdım onu. Ha, belə hesablamayın. Yaxşı, basketbol idman oyununda oyunçu diskvalifikasiyalan zaman neçə zərmə atışı atılır? 2 cərimə atışıda oyunçu da oyundan kənarlaşır. 300 basketbolda oyunçu neçə diskvalifikasiyalarsa, yəni diskvalifikasiya faal alarsa oyundan kənarlaşır. Bir diskvalifikasiya alarsa oyundan kənarlaşır. Bir də cərimə atışı olmalıdır. Bir də zərbə atışı olur. Neçə zərbə atışı? Böyük basketbolda 2 cərimə atışıdır. Burada da Burada da elədir. Bəli, bəli. Yaxşı, 300 basketbolda siz mənə deyin. Bir dəqiqə. Komandanın faal limiti, oyunçunun faal limiti. Oyunçunun faal limiti yoxdur, komandanın faal limiti var. Neçədir? 6-dır. 7, 8, 9-da nə olur? 7, 8, 9-da əgər dolmayıbsa, faal limiti dolmayıbsa, yəni cərimə olunan yerdən necə deyim, basket faul olarsa 1 cərimə atışı atılır 6.75-in kənarından. Əgər dolubsa 2 cərimə atışı atılır. Basketboldan söhbət getmir. Basketboldan söhbət getmir. Ümumiyyətlə 7, 8, 9-da nə olur? Komandanın faal limiti 7, 8, 9. Deyim müəllim. Belə oyun cekbaldan başlanır, rəqibdə olur top. Yox, 6-ya qədər cekbaldan başlanır. 6-ya qədər. 7, 8, 9-da Acun müəllimə. 7, 8, 9-dakı cərimə atışıdır. Ondan yuxarı olan 2 cərimə atışı və topa sahib olma. Qırışda topa sahib olma. Bildiniz Xəyal müəllim? Bildim müəllim. O qaçışdırdım. Diqqətli olmaq lazım. Xəyal müəllim, bəs yaxşı oyunçu faal limiti neçə dediniz? Oyunçunun faal limiti yoxdur mənim. Hücuma verilən vaxt neçədir? 12 saniyə. 12 saniyə. Böyüdə 24 saniyə. Meydan ölçüsü nə qədərdir? 15-in 11-ə. 15-in 11-ə. Voleybol idman oyununda deməli neçə komanda heyəti var? 6, əsas 6 ehtiyat. Oyuncu dəyişikliyi neçə dəfə olur? 6, hər hissədə 6.
Libero'nun oyunçu dəyişikliyinə aidiyyatı var yoxsa yox? Yoxdur. Birinci zonanın oyunçusu neçənci zonaya keçir? Birinci zona oyunçu keçir ikinci zonaya. Oyunçular nə zaman yerlərini dəyişir? Birinci zonanın oyunçusu Oyunçular neçənci zonaya keçir? birinci zonanın oyunçusu keçir 6-ya. Doğru. 6-cı zonaya, bəli, bəli, 6-cı zonaya. Doğru. Oyunçular nə zaman yer dəyişməsi edir? Belə xal aldıqları zaman, yəni Rəqibin sevgisini qazandıqları. rəqibin xalını qazandıqları zaman. Ha, qalibə məğluba verilən xal. Voleybolda xal. 3-0. Yox. Orada vardı 3-1, 3-2 bitərsə, 3-0 bitərsə. Hə, bildim. Deyim. Deyil. 3-1, 3-0 bitərsə, 3-0 yazılır. 3-2 bitərsə əgər 2-1 yazılır. 2-1, doğru. Bəs yaxşı, handbol idman oyununda hakim heyəti? Handbol 7 hakim heyəti var. Handbol. Basketbol yox, handbol. Əl topu. Handbolda. Vaxt tapanmayım pas. Acım müəllimə. 4-2 meydandır. 2 2 masa. meydan kəs. Yaxşı, Xəyal müəllim. Siz mənə deyin, qalibə məğluba verilən xal? Qalibə məğluba verilən xal. 3-0. 2-0, 3-0 yox. 2-0. Oyunçuya şifə xəbərdarlıq neçə dəfə verilir? Bir dəfə. Bir dəfə. Doğru. Futbol idman oyununda VAR sisteminə nə zaman baxılır? VAR sisteminə baxılır. Səhv oyunçuya belə deyək də kart verildiyi zaman. Səhv oyunçuya xəbərdarlıq verilərsə, bu bir. Sonra penal zamanı baxılır. Penaltın olub olmaması sonra. Sonra. Elə dəyib dəyməməyi barədə olmalıdır. Yəni qapı Yox. Penalın olub olmaması. Penal olub olmaması. Bir də səhv oyunçuya qırmızı kart və yaxud da hansısa bir kart verildiyi zaman. Birbaşa qırmızı kart verilərsə. Yaxşı. Futbol idman oyununda siz mənə deyin. Demək. Mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Qol qeydə alınır, bəli. Öz qapısından birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Öz qapısından rəqib meydançasına vurularsa o da qeydə alınır. Rəqib qapısına vurulan qol qeydə alınır. Futzalda qapıdan birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Bəli. Futzalda. Futzalda alınır müəllim. Alınmır. Senterdən qol vurulsa alınmır müəllim. Qapıdan qapıya xeyr demişik, futzalda əllə başlanır. Qapıdan qapıya. Bildim. Bəs mərkəzdən birbaşa rəqib qapısına vurulan qol. Mərkəzdən vurulursa ayaq xəttinin üzərindən üzərində olmalıdır. Doğru. Bəs birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Senterdən də düzdür. Mərkəz. Mərkəzdən vurulan qollar qeydə alınır. Bəs yaxşı. Küçdən zərbə zamanı birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Alınır. Badminton idman oyununda 15-ci xalda hardan başlanılır oyun, hansı istiqamətdən? Təklərdən, sol tərəfdən. Sol tərəfdən. Neçə setin qalibi qalib hesab olunur? 3 setin qalibi, 2 setin. 2 setin qalibi, voleybola getdiyimi yenə. 2 setin qalibi hesab olunur. Yaxşı, siz mənə deyin, badminton idman oyununda neçə xala qədər oynanır oyun? 21 xala qədər. 21-20 bitə bilər oyun? Bəli, bitə bilər. 21-20. Bəli, bitə bilər. 21-ci xalı qazanılırsa oyun bitir. 3-3 basketbol idi. 2 xal əlavə olunur, oynanılır. Düzsə, bildim.
Bəs burada 21-20 bitə bilər oyun? Badmintonda. Valla çayı bilmirəm, məntiqi sual verirsən, ancaq mənim bildiyimə görə bitə bilər. Məntiqi 21-ci sual xalda. deyil, lap qaydalara uyğundur sual. Aygün müəllimə. Onun 21-ci xala qədər davam edir də müəllim. Yəni 2 xal fərqi ilə davam edir 30-cu xala qədər. 29-cu xalda 30-cu xalda yalnız bilər. 30-cu xalda 29 olursa 30-cu xalda oyun qutarır. Biri xalı kim alırsa orada rol oynamır. Bildim müəllim. Bəli, bəli. Bəs yaxşı. Dirəklərin hündürlüyü badmintonda. Dirəklərin hündürlüyü 1.55. Torun hündürlüyü. O da 1.55'dir. Orta hissəsi 1.52. Bəs yaxşı. Yəni, Torun eni Enin ol 76 millimetr. 76 santimetr, millimetr. 76 santimetr bəli. Təşəkkürlər Xəyal müəllim. Çox sağ Təşəkkürlər olun. müəllimlər. Minnətdaram. Biraz